Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, bugün mən sizə gözəl bir mövzu haqqında danışmaq istəyirəm. Sual verəcəm sizlərə. Sizi incitmiş birisini bağışlamaq sizcə zəiflikdir, yoxsa güclü olmaq? Vallahi bir nəfərin digər bir nəfəri, qadının öz ərini, ərin öz qadınını, qardaşın qardaşı, qardaşın bacını, bacının qardaşını, övladları valideyni, valideynin övladları bağışlamağı onun böyüklüyüdür. Allah Azze ve Celle buyurur ki, qoy bağışlasınlar və güzəştə geçsinlər. Məgər siz Allahın sizi bağışlamasını istəmirsiniz? Nur suresi 22. ayə. Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, bağışlayan insanın izzəti, yəni şərəfi artar. Məkkənin fəthi zamanı, əziz müsəlmanlar, Resulullah sallallahu aleyhi ve sellemin ən böyük düşmənlərini belə bağışlamasını unutmayaq. Qəlbdə kim saxlamaq insanı daxilən yeyir, stres, narahatlıq yaradır. Düşmənə zərər vermək istədiyimiz zaman özümüz zərər görürük. Bağışlamadığın insan sənin qəlbində kirayəçi kimi yaşayır. Bağışlamağın faydalarından danışaq. Bağışlamağın faydalarından başlıcası insanın ruh rahatlığı, habelə Allahın razılığı insanlar arasında sevgi və birlik yaradır. Allah Azze ve Celle Fussilet suresi 34. ayette buyurur ki, yaxşılıqla pislik eyni olmaz, sən pisliyi ən gözəl şəkildə dəf et. İllərlə küsülü qalan iki insan birinin bağışlamasıyla necə hər şey dəyişir. Allahım, qəlbimizdən kini çıxar, bizləri mehriban et, düşmənlərimizə bizi güldürmə. Bağışlamaq keçmişi dəyişməz, amma gələcəyini xilas edər. Bugün kimi bağışlayaraq öz qəlbinizi azad edəcəksiniz? Ona özünüzə bir sual verin. Allah bizləri eşidib yaxşısına tabi olan qullarından etsin. Subhanəkəllahumma Rabbena və bihamdik. Nəşhədu ən la ilahə illə əntə nəstəğfiruka və nətubu iləyk.